İnancın həqiqətən çəkim gücü var. İcazə versəz bu barədə mən danışardım. Buyurun. İnancın çəkim gücü. İnancın çəkim gücü. Aha. Çox adamlar bu sualı başa düşməyəcəklər. İnancın çəkim gücü deyəndə nəyi nəzərdə tutur sualı verən birinci izləyicilərə onu başa salım. Yəni bir insan bir şey istəyirsə o şey olurmu? Onu özünə çəkə bilirmi? Əlbəttə ki, çəkə bilir. Onun ən böyük bariz nümunəsi mənəm. Mən 13 yaşında aldığım bir zədəyə görə 17 yaşında onkoloji xəstəliyin 4-cü mərhələsinin digər qatındaydım. Yəni artıq 15-20 gün ömür qoymuşdular. Bütün bədənimə yayılmış vəziyyətdə idi və heç bir ölkə də qəbul etmirdi ki, yəni ehtiyac yoxdur, uşaqdır, artıq bütün bədənə yayılıb, ciyərdə, böyrəkdə, qarın boşluğunda, ayaqda falan filan. Sözüm onda yox. Həkimlərin belə inanmadığı insan olaraq mən bu günlərim üzərindən 20 il keçib mən sizin qarşınızda sap-sağlamam. Maşallah olsun. Mən qəbrə girib qəbirdən çıxmış insanam. Sözün həqiqi mənasında, məcazi mənasında yox. Müalicənin iliyi nəqli deyilən bir etapları var. Orada torpaq altında otaqlar var. İnsanlar orada saxlayırlar ki, yəni başqa bir insanın nəsə bir mikrobu bədənə düşməsin. Çünki bizim immunitetimiz həmin vaxtda sıfıra bərabər olur. Mən orada belə ümidimi itirməmişəm heç vaxt. Və əmin olmuşam. Ümid deyildi. Ümid başqa bir şeydir. Ümid istəyirsən olsun. İnanc başqa bir şeydir. Mən əmin idim ki, ölməyəcəm. Həkimlərə də deyirdim, valideynlərimə də deyirdim və hər bir etapdan sonra həkimlər məndə gedən proseslərin hamısını qəti şəkildə qeydə alırdılar. Səbəb bilirsiniz nə idi? Çünki hamısı möcüzəyə bərabər idi. Belə şey ola bilməzdi. Bu qədər qısa zamanda bu qədər irəliləyiş ola bilməzdi. Özdə qəribəsi də odur ki, neçə illərdir Salmanla tanışdığımız var bizim. Mən bu son illərdə bilmişəm Salmanın ruhani olaraq, zehni olaraq o xəstəliyə o cür qalib gəlməyi. Bu da çox çətin proseslərdən biridir, amma mümkündür. Ona görə məsələn, insan sevinir də həyatında məsələn ki, sən varsan. Məsələn, indi sənin o vaxtki vəziyyətində nə qədər insanlar var indi paralel. Bax, onlar da həmən o həqiqətən ümidinizi itirməyin, ümid yaratmayın. Özünü sağaltma deyilən bir şey var və bunu sən nümunəsisən. Qarşınızdayım. Yəni həqiqətən inancın gücü ilə özünüzə çəkə bilməyəcəyiniz heç bir şey yoxdur. Sadəcə olaraq söhbət həqiqi inancdan gedir. Mən həqiqi inanırdım ki, ölməyəcəm. Əmin idim ki, ölməyəcəm. Bax, o əminlik məni bura gətirdi. Məncə bu qədər bu suala tam kifayətdir. Xoş gəlmisən. İkinci dəfə dünyaya xoş gəlmisən Salman. Davam eləyək. Şübhələrdən arınmaq da insanları müəyyən xəstəliklərdən qoruya bilər. Bəli. Çox möhtəşəm. Çünki ən böyük xəstəliklərdən, viruslardan biri şübhədir. Siz danışanda mən sizin sözünüzü kəsmirdim Salman. Bu şübhədir. Bu şübhədən arınan beyində bir çox dəyişikliklər baş verə bilər. O görünməyən viruslardan biridir. Amma insanlara belə boş gələn bir şeydir. Amma ondan arındıqca o xəfiflik gəlir. Bəli. Bu qədər. İndi çox istəyirəm, həm də o qəhrəmanlıq o hekayəsində 9 yaşında mən də yaşamışam ondan. Mən də bunu heç vaxt deməmişəm, amma indi deyirəm. Nəfəs çatışmazlığı var məndə. Allah köməyin olsun. Asma bronxit. Xronikidir məndə nəfəs çatışmazlığı. Mənim uşaqlığımdan nəfəsimin çatışmamağı mənə hava almağı daha çox sevdirdi. Mən nəfəs almağı indi ətrafımda insanlardan daha çox qədrini bilirəm onun. Çünki 9 yaşında həmən o ölü vəziyyət gömgöy, amma ətrafımda ailə üzvlərinin danışıqları hələ də mənim qulağımın burasında cingildiyir. Səni kim həqiqətən itirməyə hazırdır və kim sənin qalmağını istəyir. Bu xəstəlik mənə belə deyim də,
dost olmuşam ömür boyu ondan. Hal-hazırda futbolçudur həm də. Futbolla onu belə deyim, bütün insanlarda bu baş verə bilər, normal bir şeydir. Yəni futbolla o nəfəsimin çaşmaması məndə o kontrastı yaradır. Futbola məni gətirən həmin o nəfəsdir. O nəfəs ki, mən normal insanlar kimi nəfəs almıram da. Və bir dənə də onu deyim, uçdu Tarelka ilə. mən sizin sözünüzü kəsmədim ha. Bağışlayın. Və onu da deyim ki, növbəti suala keçək. Nəsə burasını keçəcək. Fenomen ailələr gənclərin evlilik gözləntisini pozur. Fenomen ailələr. Fenomen ailələr deyilən bir şey var, artıq belə bir şey var. Sosial mediada. Fenomen ailələr. Yəni biri var tək istedadlı, biri var ailəliksə istedadlı. Bəli. Amma gülməlidir, belə bir şey var da oradan, mən bilmirdim bunu. Var, özdə kütləsel şəkildə var. Hal-hazırda bir dəb halını alıb. Mən sadəcə belə deyək də, o bir necə deyirlər, ölçü vahidi ola bilməz. Ümumiyyətlə görünən bir şey ölçü vahidi ola bilməz. O oyun ola bilər. Şou ola bilər. Şou ola bilər, nəsə. Fenomen ailələr, yox, ölçü vahidi deyəndə təsir qüvvəsi. Bəli, təsir qüvvəsi var. Orada məsələn bildim, nəsə, fenomen ailə deyəndə nə? Cütlüklərin bir şey. Ha. Bax onların o aralarında o yaşadıkları yalan yaşadıkları. Sənə göstərmək istədiyi o yalan yaşadıkları. Teatral həyat. Hə, teatral həyat və daim sənə xoşbəxt görsənmək onun özü bir yalandır və bunu elm də sübut edib. Elmdə də bunu daha bütün əsrlər boyu hamı bilir ki, bir insan daim xoşbəxt hiss edə bilməz. Ola bilməz belə bir şey. Ya da daim şikayətdə qala bilməz. İkisindən də xal qazanırlar insanlar. Qazansınlar. Nə qədər xaldır o bilmirəm. Futbolda qalib gələndə 3 xaldır. Burada nə qədər xaldır? Yəni bu qədər cahil ola bilməz də insan ki, baxsın qarşındakından, o baxsın desin ki, ay nə gözəldir, mən də həyatımı belə eləyim. Bunu belə düşünən insan mənə görə cahil. Görüb götürmək. Yəni Əgər görüb götürmək məsələsi varsa, burada insanlar onu tərəzi kimi bunların ailəsini, məsələn fenomen ailələri götürüb öz ailələrinə pərçimləmək istəyirlərsə, orada səhv eləyirlər. Sən ona baxıb əylənə bilərsən. Bəli. Əylənə bilərsən, yəni gözəl öyrənə bilərsən nəyisə, əylənə bilərsən, amma başa düşün ki, hər bir şey teatraldır. Teatraldır hər bir şey. Onların da pis günləri olur, onların da itkiləri olur, onların da yaşları olur, onların da bir-birlərinə davalar olur. Sadəcə olaraq onlar özdə onlarda daha çox olur. Bəli, və onlarda daha çox olur. Sadəcə onlar kütlə qarşısına sadəcə kəsib, biçib, necə ki biz veriliş təkəndə montaj edirik, lazımsız yerlərə çıxıb. Bax, onlar da elə həyatlarındakı o görüntüləri kəsib, biçib, montaj edib, o kadrajı yaradırlar, o teatral vəziyyəti yaradırlar və sizə təqdim edirlər. Necə ki bir filmə baxırsınız, nəsə götürürsünüz, nəsə götürmürsünüz, eynən də ona baxıb nəsə götürüb, nəsə götürməmək lazımdır. Yəni münasibəti bazara çevirmək deyilən bir şey var. Mən açıq danışım sizlə. Münasibəti bazara çevirirlər, kapitala çevirirlər. Ailə qərar verir ki, vəssalam. Hamımız bundan sonra hardayıq? TikTokdayıq. Hamımız bundan sonra sosialdayıq. O da var. Reklamlar götürürlər, bir şeylər eləyirlər. Amma bu böyük bir hədəf ola bilməz də bu dünyada, yəni. İzah elə bildim, yəni. Allah yaxşı. Birazdan dəbdən düşəcək o şeylər. Bu indi deyək ki, 10 il bundan qabaq Avropada dəbdə idisə, Avropada bu dəqiqə sosialdan istifadə eləməyə görə insanlar müalicə alırlar. Həkimlərə gelirlər ki, necə eləyim sosialdan az istifadə eləyim. Amma bizimkiləri oradan çıxarda bilmirik. Bizimkilər oradan çıxmır. Və bir dənə bir nöqtə yaranıb. İnsanları şuuru ilə oynayırlar insanlara. Deməli, telefon belə, bir dənə bu hərəkət var. Bir dənə bu hərəkət insanın necə yaddaşını silə bilir. Həqiqətən, telefonu götürəndə və səndə ancaq bir dənə bu qalır. Sən başlayırsan yaddaşını itirməyə, yaddaşın sıfırlarını getdikcə. Məsələn, bir təzə bir dənə belə hərəkət. Adı da sürüşdürmək. Və sən oturursan, saatlarla sürüşdürürsən, baxsan ki, 1 saat keçib. Sən başlayırsan bir də sürüşdürməyə. Sürüşdürürsən və sən qərar verə bilmirsən. Ayılırsan ki, ay yarımda oturmuşsan internetdə, sürüşdürürsən. Əsəbləşdi də bu günə. Yəni, sürüşdürməyin də ədəbi var, ərkanı var da. Bunu Avropada tapdılar, indi onlar tətbiq edirlər insanları ki, çox barmaqla sürüşdürmək olmaz, yaddaşsızlıq gətirir. Yəni, şura pis təsir edir. Çox üzr istəyirəm. Ola bilər ki, biraz coşdum.
Sən ücret sosial şəbəkədən danışdın. Ailələri qoydun, keçdin sosial şəbəkədən Yox, də yaxşı, yox. aydınlığını verdin. Düzdür. Bəyəm, Yəni bu qədər bəyəm də. dediyimiz kimi sadəcə teatraldır. Baxın, televiziya kimi nəyisə götürün, nəyisə götürməyin. Belə də baxanda götürəsiniz. Əylənin, boş vaxtlarınızı keçirin. Belə də baxanda götürəsiniz çox şey yoxdur onsuz da. Ha, boş vaxtlarınızı keçirin. Yoxsa durum ciddi alım, ay belə, ay elə, o yalandır. Son zamanlar ritual ilə ad dəyişmə yaman dəb halına alıb. Ritualla ad dəyişmək. Ümumiyyətlə birinci Ritualla ad ritual sözünü hər adam başa düşməyəcək, onu açıqlayaq. Yox, Ritual bax nə yenə deməkdir? bax sualdan biz nə başa düşürəm. Doğrudan da qonşudan qalmayaq dalanı hiss edirəm mən. Nədir o qonşudan qalmayaq dala? Bu Avropada bu baş verən bu eksperimentlər belə gəlib bizdə çox belə palatka vəziyyətini alıb. Ondan danışmır. Gözəl Ritual, danışır. ritualla ad dəyişmə. Yox, bu dəqiqə bizim ölkədə ritualla ad dəyişən mənə o insanı göstərə bilməzsiniz. Varsa belə o insan onu oynayır. Çünki onun özü belə çox uzun bir yaşantı tələb eləyir. Əlbəttə bizim kimi xəbəri olmayan cəmiyyətləri anlatmaq asandır. Çünki heç bizim cəmiyyətin 90% ritualın nə olduğunu bilmir. Biz komediyayıq. O ayrı bir şeydir. Bu da gəlir hələ deyir ki, gəlin yığışın, atışın, ritualla adlarımızı dəyişəcəm. Yox, Ha. qardaşım, gəl mən sənə bir başa salım. Sən sualı başqa yerdən sən həqiqi ad dəyişməyə getdin. Mən sənə deyim, mən terapistəm, mənə çox adam gəlib qovmuşam burdan şəxsən ki, ad dəyişməyə görə ritualla ad dəyişirsən, Quran açırsan, ad dəyişirsən. Xristian kimi də dəyişə bilərsən. Kilsəyə gedirsən, ad dəyişənlər var, nə bilim evində ad dəyişənlər var. Mövzu bilsən nədir? Bunlara deyirlər ki, sənin taleyinin bu gündə olması sənin adından asılıdır. Adının üzərində karma var. Sən ona görə bu gündəsən. Gəl sənin adını dəyişdirim. Amma bu dəyişdirdiyim adı da heç kəsə demə, ancaq özün bil ki səndədir və sənin həyatın dəyişəcək. Yoxdur belə bir şey. Yoxdur belə bir şey. Bu yenə marketinqdir. Açıblar, açıq bazar. Sənin adının üzərində tale olmur. Tale ümumiyyətlə elə bir şey deyil. Hərə öz taleyini yazır, hərə öz qismətini yazır, hərə öz yaşantısını yaşayır. Sənin adının üzərində heç bir ağırlıq, heç bir karma. Bunlar sadəcə olaraq belə deyə də yeni xurafatçıların çıxartdıqları, atdıqları pul qazanma quyularıdır. Düşməyin. Populizmdir bu. Son dövrdə. Bəli, populizm populyar bir hal alıb, kütləsəl bir hal alıb. Yəni orada Dəlixana olub da, dəlixana olub da. Tarın ayıbdır. Və ritualın özünə gələndə isə ağır prosesdir bütün ritual. Həm də dinlərin ritualı var. Bütün dinlərin ritualı var. Bəzən bizim din dostlarımız bizim ölkədə din deyəndə ancaq öz dinlərini belə müdafiə edirlər. Belə. Ən yaxşı dindir mənim dinim. Mənim dinim dünyanın ən yaxşı dindir mənim dinim. Ay Allah, şirindir. Bu balaca bir uşaq xüsusiyyətidir. Əlbəttə. Sənin dinin yaxşıdır, yaxşı. Mənim sənin müəllimdən ilahi. Amma sənin dininin yaxşı olmağı o demək deyil ki, başqa bir cəmiyyətin dini pisdir. Bax, məsələ buradadır. Sənin elə birinci ritualın yenə həmən o beyninin o bir küncündə orada başlamalıdır. Sən öz dinini nə qədər sevirsənsə, başqası da öz dinini ən az o qədər sevir. də yəni ən azından o diri bir-birinə təbii ki, qardaşım, hər kəs öz inancına inanır. Və hörmət eləmək lazımdır bir-birinin Hörmət də edir və ümumiyyətlə normal insan, düzgün insan hər kəsin inancına hörmətlə yanaşır. Hər kəsin inancına. Yox, yanaşmalıdır. Qarışmaq kimi bir məcburiyyətindədir. Bu bir məcburiyyətdir. Bax, bəzi şeylər var ki, məcburiyyət deyil, eləyə də bilərsən. Bu amma sən hər kəsin inancına məcbursan hörmətlə yanaşmaq. Sonra bizə tərs gələn nə olur? Öldürəcəklər bu sözə görə məni, amma elədir də, yəni mənə görə elədir, yəni. Bax, bizə tərs gələn nədir məsələn bəzən? Peyğəmbərlər, yaxşı, bölgələri başa düşdük, məhəllələri başa düşdük. Mənim məhləm sənin məhəlləndən yaxşıdır. Yaxşı. Sənin məhəllən ən yaxşı məhəllədir. Sənin şəhərin ən yaxşı. Yaxşı, olsun. Amma da bunu peyğəmbərlərə niyə gətdiniz, qatdınız, şamil elədiniz? Alimlərə, nə bilim, şairlərə. Deyir, mənim peyğəmbərim hamımızdan yaxşıdır. Bu da yenə uşaq oyuncağıdır. Həmən o 6-17-də
uşaq oyuncağı var deyir. Məndə nə varsa səndəkindən yaxşıdır deyir. Hamı bir-birinə deyir onu. Amma dünyada bütün peyğəmbərlərə ehtiram olmalıdır, hörmət olmalıdır, eyni sevgi. Çünki onların ikisi də deyəndə ki, mən indi daha çox mənə peyğəmbərlə İsa peyğəmbəri götürdüm. Amma belə adlarını çəkmədiyimiz Musadan, İbrahimdən tutmuş salam olsun, nə qədər peyğəmbərlər, onların hamısı bizim üçün bir xəbər gətirməyə çalışıb, həyat yaşayıblar ki, onlardan bir söz öyrənək. Yoxsa bunlar gəlib olub fanat. Mənim qardaşım yenə getdi. Yox, bunlar gəlib olub fanat. Mənim qardaşım yenə getdi. Ay qardaşım bir dəqiqə dayan. Mən tez bilet alıb hər an gələ bilərəm. Əsəbləşmə, dayan. Yəni biz yenə mövzunu böyütmək istəmirik. Hər sual ətrafında çox danışmaq istəmirik. Yəni qısa və lakonik olaraq indi söhbətin məğzindən çıxdıq, yenə qaydanda ad dəyişmə deyilən bir şey yoxdur. Qısa və lakonik. Bitdi. Və sən bu dünyadan gedəndə elə bir dənə adını qoyub geysən, onu da dəyişirsənsə daha bir abırçılıq olacaq da. Növbəti sual. Ona görə də atam.